Azərbaycan Respublikasının əməkdar jurnalisti, müharibə veteranı, çox dəyərli Əntiqə xanım qonaq məclisimizdədir, tədbirimizdədir. Buyurun, söz sizindir. Çox çətin bir... Mən jurnalist olaraq mənim üçün danışmaq çətindirsə, şəhid anaları üçün bu dərdi çəkmək, şəhid yoldaşları üçün bu dərdi çəkmək, çiyinlərinə götürüb apara bilmək, ruhuna uyğun, ruhuna layiq çox çətin bir şeydir. Mən həmişə hərbi jurnalist kimi 1-ci Qarabağ Savaşında iştirak eləmişəm və ona qədər hərbdən kitabım var. Həmişə mənim üçün şəhiddən yazmaq ən çətin mövzu olub. Həmişə fikirləşirdim ki, qələbə çalandan sonra ilk zəfər yazısını mən yazacağım. Təbii ki, bütün jurnalistlər bunu deyirdi, mən də onu deyirdim. Amma biz o zəfəri çaldıq, mən o yazını yaza bilmədim. Çox çətin oldu. Hansı şəhid anasının qarşısında durmaq olar, hansı şəhid bacısının, yoldaşının qarşısında durub, onun haqqında sual verib cavab almaq olardı. Çətin oldu, amma mən onların burada bir qəşəng söhbət getdi, komandir danışdı. Bir də burada yoldaşlardan biri danışdı ki, sözdən əmələ keçsək daha yaxşıdır, ən gözəli budur. Ona görə ki, şəhidlər Allah qatında uca məqama çatıblar, təbii ki, və biz onlara əlimizdən gələni etməliyik. Mən bir hərbi yazar kimi, müharibə veteranı kimi, hərbdən 11 kitabın müəllifi kimi, zəfərdən 3 cildliyi ortaya qoydum. 4-cünü yazıram əlimdə. 4, 5, 6, 4 kitabı bərabər başlamışam. Və nə qədər ömrüm qalıb, nə qədər ilhamım qalıb, nə qədər həvəs demirəm, nə qədər gücüm qalıb deyirəm, nə qədər imkanım qalıb, nə qədər ömrüm qalıb, mən o kitabları yazıb və o uşaqları tarixə salmaq fikrindəyəm. Ona görə ki, Tural məsələn Yardımlıda doğuldu, Pirallahıda yaşadı, Kəlbəcər ətrafında Ağdərədə şəhadətə yüksəldi, yenə də Pirallahıda torpağa tapşırılıb, amma ruhu göylərdədir. Nədənsə çox belə pafosla demək istəmirəm. Mən şəhidləri ulduzlara bənzədirəm. O ulduzlara ki, günəş bizim günümüzü işıqlandırır. Allah bunu bizə göndərib. Gecəmizi işıqlandırdılar. Yerə əyilən başlarımızı qaldırdılar. Alnımızdakı ləkəni sildilər. Sustuğumuz anda bizə dil açmağa imkan verdilər. Və mənə elə gəlir ki, göydəki o ulduzların hər biri Qalatkanın bir üzvü deyil, bir şəhidin göylərə çəkilmiş və bizim həyatımızı işıqlandırmaqda olan və davam edən ruhudur. Qarşılarında baş əyirəm. Əllərindən öpürəm şəhid analarının, şəhid bacılarının, şəhid qardaşlarının, şəhid yoldaşlarının. Vətən oldular. Vətən olanda vətən olur. Mən bir dənə uzun danışmaq istəmirəm, bir yazım var idi. Zəfər günü mən televiziyaya çağırılmışdım, canlı efirə. Orada bir çıxışım vardı. Dedim ki, əskər geyimli vətən. Vətən o vaxt qalib olur ki, hamısı əskər geyimi geyinir və biz vətən müharibəsində və antiterrorda bu geyimi geyinə bildik. Geyinə bilməyənlər o geyimi geyinib özlərinin vücudu boyda vətən olanlara dua elədilər. Onlara kömək eləməyə çalışdılar. Ruhunuz şad olsun. Bir ömür sizə borcluyuq və bu borcu cüzü olsa da qaytarmağa Allah bizə ömür versin və bu vicdan borcumuzu sizin qarşınızda qismən də olsa verə bilək. Nur içində yatın.